Salam, hər vaxtınız xeyir olsun əziz və dəyərli müəllimlər, hər birinizi xoş gördük. Texnologiya müəllimləri üçün ARTİ-nin təşkil etdiyi sınaq imtahanının idraki sahə və inteqrasiya ilə bağlı sualların izahını verəcəm. Gəlin baxaq, suallarımızdan tanış olaq. Şagirdlər riyazi hesablamalardan istifadə edərək sadə tikili maketi üçün lazım olan material miqdarını müəyyən edir və texnologiya dərsində bu nəticələri layihə eskizinin hazırlanmasında tətbiq edirlər. Bloom'un idrak taksonomiyasının hansı mərhələsinin inkişafına xidmət etdiyini soruşur tapşırığın. Burada doğru cavabımız olacaq tətbiq etmək. Nə üçün? Şagirdlər riyazi hesablamalar aparır, əldə etdikləri nəticələri texnologiya dərsində layihə eskizinin hazırlanmasında istifadə edirlər. Yəni əsas fəaliyyət öyrənilmiş bilik və bacarıqların praktik vəziyyətdə tətbiq edilməsidir. Məsələn, layihə sözü var. Layihə sözü müəllimləri çaşdıra bilər, düşünərlər ki, yaratmaq mərhələsidir. Amma layihə sözünün olması tapşırığın mütləq yaratmaq səviyyəsində olduğunu göstərmir. Çünki biz Bloom taksonomiyasında səviyyəni əsasən şagirdin nə etməsi ilə bağlı müəyyənləşdiririk və şagirdin burada fəaliyyətinə diqqət yetirəndə riyazi hesablamalar aparır, material miqdarı müəyyən edir və nəticələri eskizin hazırlanmasında istifadə edir. Yəni burada şagird yeni bir layihə hazırlamır, hər hansı bir orijinal bir fikir, məhsul ortaya qoymur ki, biz yaratmaq götürək. Yəni şagird mövcud biliklərini tətbiq edir. Ona görə doğru cavabımız olacaq tətbiq etmək. İkinci suala diqqət yetiririk. Şagirdlər şəkildə verilmiş kitab rəfi modelini düzəltmək üçün uyğun material seçir, ölçmələr aparır, kəsim və montaj prosesini ardıcıl şəkildə yerinə yetirirlər. Tapşırıq Bloom'un idrak taksonomiyasının hansı mərhələsinə uyğundur? Doğru cavabımız olacaq tətbiq etmək. Nə üçün? Çünki şagirdlər əvvəlcədən öyrəndikləri bilik və bacarıqları material seçimi, ölçmə, kəsmə, montaj praktik vəziyyətdə tətbiq edirlər. Yəni biz tapşırıqda yeni bir məhsulun layihələndirilməsini və ya orijinal ideyanın yaradılmasını görmürük. Sadəcə mövcud modelin hazırlanması üçün biliklərin istifadə olunması tələb olunur şagirddən. Doğru cavabımız olur tətbiq etmək. Digər sualımız inteqrasiya ilə bağlıdır. Şagirdlər divar orqanayzeri hazırlayırlar. Onlar bölmələrin sayını və ölçüsünü müəyyən edir, uyğun material seçir, eskiz hazırlayır və fikirlərini izah edirlər. Bu fəaliyyət inteqrasiyanın hansı növünə aiddir? Burada doğru cavabımız olacaq fənlər arası. Texnologiyanın məzmun xəttləri arasında əlaqə yoxdur. Yəni biz burada nə üfüqi inteqrasiyanı, nə də şaquli inteqrasiyanı görürük. Yəni aşağı-yuxarı siniflər arasında əlaqə və yaxud da texnologiyanın məzmun xəttləri arasında əlaqə yoxdur. Sinifdən kənar fəaliyyəti də yoxdur şagirdin, fən üstü inteqrasiya da yoxdur. Demək ki, burada doğru cavabımız olur fənlər arası, texnologiya və riyaziyyat fənninin arasında əlaqə var.